Musiqi, söz və coşqunun harmoniyası bu dəfə saat gülləsinin qarşısında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü il dönümünə həsr olunan konsert proqramında birləşdi. Paytaxt sakinləri və şəhərimizin qonaqlarının sevimli istirahət məkanlarından biri olan Dənizkənarı Milli Parkda tanınmış müğənni və yaradıcı kollektivlərin iştirakı ilə rəngarəng musiqi proqramı təqdim edildi. Konsertdə xalq artistləri, həmçinin əməkdar artistlər, eyni zamanda tanınmış və sevilən müğənnilər vətənpərvərlik ruhunda olan mahnılarını ifa etdilər. Natiq Ritm qrupunun özünə xas təqdimatı isə gecəyə xüsusi rəng qatdı. Milli Qurtuluş Günü konserti çox xoşuma gəldi, çox bəyəndim. Hər birinizə 15 Milli Qurtuluş Günü ilə xalqımızı təbrik edirəm. Çox gözəl, maraqlı, əyləncəli keçir. Bugünkü konsert çox gözəl keçdi. Ümid edirəm hər belə gözəl günlərimizdə belə atəşfəşanlıq keçər. Təqdim olunan hər bir ifa müxtəlif səhnə quruluşu və rəqs nömrələri ilə nümayiş etdirildi. Virtual olaraq ustad və tələbələrin ifası da tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Bayram konserti atəşfəşanlıqla yekunlaşdı. Vüsal Məsaidə, Emin Qəhrəmanzadə, ASTV Xəbər.